Salam. Ümumiləşdirici tapşırıqlar 8-ci sinif 6-cı bölməyə aid. Baxırıq, birinci sualda A, B, C şəkillərində hansı heyvanlar təsvir olunub? A-da ağ planarı, B-də hidra, C-də isə dəniz ulduzunun təsviri verilibdir. İndi soruşulur, A, B, C şəkillərində hansı proseslər təsvir olunubdur? Gördüyünüz kimi, istər A, B, C, hər üç təsvirdə qeyri-cinsi çoxalmaya aid proses təsvir olunubdur. Bu proseslərin oxşarlığı və fərqini qeyd edin. Qeyd elədik ki, bunların hamısı qeyri-cinsi çoxalmaya aiddir. A-da ağ planarı fraqmentasiya yolu ilə, yəni 3 yerə bölünübdür. Bax, gördüyünüz kimi 1, 2, bu da 3-cü yerə bölünmüş hissələr. Bu hissələrin hər birindən itirilmiş hissələr bərpa olunur. 3 ədəd yeni ağ planarı əmələ gəlmiş olur. Ona görə də buna qeyri-cinsi çoxalma üsulu və fraqmentasiya ilə bərpa olunma prosesini aid edə bilərik. B-də isə gördüyünüz kimi hidranın tumurcuqlanma yolu ilə vegetativ çoxalmasının təsviri verilibdir. Tumurcuq böyüyür, inkişaf eləyir, qollar və ağız əmələ gəlir, nəhayət ana orqanizmdən ayrılaraq sərbəst yaşamağa başlayır. C-də isə dəniz ulduzunun təsviri verilibdir. Gördüyünüz kimi, burada da yenə fraqmentasiyaya misal ola bilər. Bax, itirilmiş, 2 yerə bölünmüş dəniz ulduzu, itirilmiş hissələri bərpa edərək 2 yeni dəniz ulduzuna çevrilmiş olur. Bu proseslərin oxşarlığına gəlincə, gördüyünüz kimi hamısı qeyri-cinsi çoxalmadır. Burada bir fərd iştirak eləyir. Yeni yaranmış orqanizmlər ana orqanizmin təkrarı olur. İkinciyə baxırıq. İkinci sualda düzgün fikirləri seçin qeyd olunubdur. Burada baxırıq. A-da deyilir, çoxalma bütün canlıların səciyyəvi xüsusiyyətidir. Bu düzgün variantdır, ona görə üstəgəl qoyuruq. B-də deyilir, qeyri-cinsi çoxalma zamanı qametlər əmələ gəlir. Bildiyiniz kimi, bu yanlışdır. Qametlər cinsi çoxalma zamanı əmələ gəlir. C-də tumurcuqlanma qeyri-cinsi çoxalmanın bir növüdür. Bu doğru ifadədir. Yuxarıda da yenə gördüyünüz kimi hidranın çoxalmasını qeyri-cinsi çoxalmaya aid etmişdik. D-də deyir, qeyri-cinsi çoxalma zamanı valideynə oxşar nəsil yaranır. Bu da doğru ifadədir. Yuxarıda gördüyünüz təsvirdə bu öz sübutunu tapır. Y-də deyilir, cinsi çoxalmada bir valideyn fərd iştirak edir. Cinsi çoxalmada 2 valideyn fərd iştirak edir. Bir valideyn fərd qeyri-cinsi çoxalmada iştirak etdiyindən bu yanlışdır. F-də qurbağalar qametlər vasitəsilə çoxalır. Bu doğru ifadədir. Bildiyiniz kimi, qurbağalar erkək və dişi cinsiyyət hüceyrələrini hazırlayır. Mayalanma prosesi su mühitində həyata keçir. C-də ziqot erkək və dişi qametlərin birləşməsindən yaranır. Bu da doğru ifadədir. Artıq biz bilirik ki, erkək və dişi qametlər birləşir. Mayalanma prosesi baş verir və nəticədə ziqot yaranır ki, o da yeni orqanizmə başlanğıc verir. H-da dərsi tikanlılarda, yəni dəniz ulduzu, fraqmentasiya müşahidə olunur. Bəli, yuxarıdakı təsvirdə də fraqmentasiya vasitəsilə hidranın itirilmiş hissələrinin bərpa etməsi və 2 yeni dəniz ulduzunun əmələ gəlməyini təsvirin görmüşdük. İ-də cücənin yaranması üçün bir valideyn fərd lazımdır. Bu yanlışdır. Bildiyiniz kimi, cücə quşun balasına deyilir. Quşlar
Bildiyiniz kimi 2 və valideyn fərdi iştirak eləyir. Mayalanma nəticəsində yeni orqanizmin əsası qoyulmuş olur. Keçirik 3-cü sualda. Şəkildə göstərilən heyvanları mayalanma üsuluna görə daxili və xarici qruplaşdırın. Bildiyiniz kimi ola bilər cinsiyyətli çoxalma zamanı mayalanma dişi fərdin orqanizminin daxilində olsun və yaxud da ki, bu proses xarici su mühitində həyata keçirilmiş olsun. Burada A-da deyilir, xarici mayalanma üsuluna aid heyvanların həyat tərzi necədir? Xarici mayalanma prosesində bildiyiniz kimi çürü tökürlər. Bunlara həm balıqları, həm də bax bu qurbağanı misal göstərmək olar. Yəni suda qurda yaşayanlar və balıqlar 3 ilə 5 rəqəmi xarici mayalanmaya aid ola bilər. Xarici mayalanma üsulunda gördüyünüz kimi bunlar cinsiyyətli yolla çoxalır. Amma onlarda mayalanma su mühitində gedir. Yəni onlar gölməçələrə və yaxud balıqlar suya çürü tökür. Erkəklər isə toxum mayesi onun üzərinə buraxır. Nəticədə mayalanma baş verir. Mayalanmış çürüdən isə yeni orqanizm yarana bilir. Xarici mayalanma necə baş verir? Qeyd elədik ki, su mühitində olur bu cür mayalanma prosesi. Deməli, burada soruşulur ki, həm də daxili və xarici mayalanmanı qruplaşdırın. Gördüyünüz kimi 3-dən 5 xarici mayalanmaya aiddir. Qalanlar isə 1, 2, 4, 6, 7, 8 isə daxili mayalanma proseslərinə aiddir. Yəni, onlarda daxili mayalanma vasitəsilə yeni nəslin yaranmasının əsası qoyulur. 4-cü suala baxırıq. A-da deyilir 1, 4 şəkillərində nə təsvir olunmuşdur? Baxırıq, gördüyünüz kimi 1-də erkək qamet, spermatozoidin təsviri verilibdir. 2-də yumurta hüceyrənin təsviri verilibdir. 3-də mayalanma prosesinin, yəni spermatozoidin artıq yumurta hüceyrəyə daxil olması göstərilibdir. 4-də isə zigot, yəni mayalanmış yumurta hüceyrə artıq rejimin əmələ gəlməsinə başlanğıc verir. B-də deyilir, birinci və ikinci nömrəli şəkillərdə göstərilən hüceyrələrin quruluşu onların funksiyaları ilə necə əlaqədardır? Bildiyiniz kimi, spermatozoidlər erkək cinsiyyət hüceyrəsidir. Bax, gördüyünüz kimi qamçıya malikdir, boyuncuq və başçığa malikdir. Qamçı onun hərəkətini təmin eləyir. Yumurta hüceyrəsi ondan fərqli olaraq hərəkətsizdir. Yumurta hüceyrədə bildiyiniz kimi ehtiyat qida maddələri ilə zəngin olur. Sitoplazma üstünlük təşkil edir və beləliklə də onlar bir-birindən fərqlənmiş olurlar. 5-ciyə keçək. Hansı heyvanlar üçün dolayı inkişaf səciyyəvidir? Fikrinizi əsaslandırın. Dolayı inkişaf mövcuddur kəpənəkdə, bildiyiniz kimi cüclərə aiddir. Sonra ikinci, üçüncü bunlarda düznə inkişafdır. Sonra dolayı inkişafa aiddir 4-cüdə çərkə, bildiyiniz kimi. Əgər kəpənəklər tam çevrilmə ilə inkişaf edirsə, çərkədə isə inkişaf qeyri-tam çevrilmə yolu ilə getmiş olur. Sonra dolayı inkişafla çoxalmaya aid biz suda qurda yaşayan qurbağanı göstərə bilərik və balığı göstərə bilərik ki, balıqda da bildiyiniz kimi sürfə mərhələsi mövcuddur. Bir dəqiqə bunu düzəldim. Deməli, 6-cı təsvirdə yenə gördüyünüz kimi dolayı inkişafa aiddir. 2-ci sürünənlər, 3-cü quşlar, 7-ci isə məməlilərə aiddir ki, onlarda düznə yolla inkişaf getmiş olur. 6-cıya baxırıq. Şəkilə diqqətlə baxın və suallara cavab verin. Baxırıq. 1-ci 8-ci rəqəmlərlə hansı orqanlar işarələnmişdir? Baxırıq. Bax, burada birinci gördüyünüz toxumluqdur. Sonra ikinci gördüyümüz yumurtalıqdır. Bildiyiniz kimi yumurtalıqlar
qadın orqanizminə aiddir, yəni cüt olur. Bax, biri bu, biri isə budur. Üçüncü təsvirə baxaq, 3 uşaqlığın təsviridir. Dördüncü uşaqlıq borusunun təsviridir, hansı ki, orada yumurta hüceyrə tam formalaşır, yetişir və mayalanma prosesi, ziqotun əmələ gəlməsi həyata keçirilmiş olur. Beşinci, görsüz cütdür, bu sidik yaxarlarıdır. Altıncı isə sidik kisəsidir. Son sidiyin toplandığı yer. Yeddinci prostat vəzidir. Bildiyiniz kimi prostat vəzinin mayeəsi spermatozoidlə birləşərək sperma əmələ gətirir. Onun hərəkətini aktivləşdirir. Spermatozoidin qidalandırıcı mühit yaradır. 8-ci isə xarici cinsiyyət orqanı kişi orqanizmi üçün təsviri verilibdir. İndi burada bunu qeyd elədik. İkinci B-də soruşur, sarı cisim olan orqan şəkildə hansı rəqəm ilə işarələnmişdir? Həmin orqanın adı nədir? Qeyd elədik ki, sarı cisim, bax bu follikulalarda yumurta hüceyrə ki, yetişir, partlayır, onun yerində sarı cisim yaranır ki, o da müvəqqəti daxili sekresiya vəzisini həyata keçirilmiş olur. Gördüyünüz kimi yumurtalıq cüt orqan hesab olunur. C-də mayalanma hansı orqanda baş verir? Mayalanma 4 ilə işarələnmiş uşaqlıq borusunda həyata keçirilir. 5-ci spermatozoidin hərəkətini təmin edən maye hansı vəzi tərəfindən ifraz olunur? Dedik ki, bax, prostat vəzi tərəfindən 7 ilə ifadə olunubdur. Erkək qametlər hansı orqanda əmələ gəlir? Bax, erkək qametlər toxumluqlarda əmələ gəlir ki, 1 ilə ifadə olunubdur. 7-ci soruşulur burada. Düzgün cavabların müəyyən edin, bətndaxili inkişafın neçənci ayından zift qana bioloji fəal maddə ifraz edir. 4-cü ayın əvvəlindən, 3-cü ayda əmələ gəlir, 4-cü ayın əvvəlindən daxili sekresiya vəzisi kimi fəaliyyət göstərmiş olur ki, bu da 6 ay davam edir. Rüşeym uşaqlığın divarına birləşdiyi yerdə əmələ gəlir. Bildiyiniz kimi, bu plasenta olacaqdır. Plasenta əmələ gəlir. Plasenta vasitəsilə döl qidalı maddələrlə və oksigenlə təminatı həyata keçirilir. Ana orqanizmində cif vasitəsilə dölə ötürülə bilməz. Bu isə qan hüceyrələri olacaqdır. Bildiyiniz kimi, dölün qan dövranı ananın qan dövranı ilə qarışmır. Bu qədər. Sağ olun.